Hey, Pamela, gör ne diyeceğim. Ya, ilk bölümümüz olan pilot bölümümüz bir ihtiyacımız olan bir izlenmeye çatdı ve ona göre de pilot bölümü ilk bölüm olarak kabul olundu. Böyle bir şey var idi. Gör ne diye göstereceğim. Zırıldayan bebe sıfatından bütün internetin vazgeçilmez kukulasına döndüm. Ve bunun ne tür olduğu hakkında hiçbir fikrim yoktu. Özüm bak. Bunlar nerede? Neye bakıram ben? Bunlar bedellerim, elədiklərimizin qarşılığı. Və sənə bunu demək üçün gəlmədim. Sən və Malış dostların ilə qarşı-qarşı olduğunu, bu Şəkər Kralı kimi tüfəkli Kinger və əskəri maaşla çalışanlardan yaddan çıxarmaq. Yox, buna baxma, bu hələ bitməyib. Salam ki, səni öldürmək istəyirəm. Niyə? Çünki ayın çoxlu repliyi var, amma mənim yoxumdur. Sana da bir iki şey əlavə eləyərək. Tamam, artıq səni öldürmək istəmirəm. Və bir iki replik izləyəcəksiniz indi. Nə qədər aşmaq savaşları olacaq onun üçün. Ben bu bir bak işte bir gedib gəldim də. Bu şeyin nətər dəstək ola bilər bəs. Mükəmməl soru Pomni. Çılğın qabılı. Bu qədər şeyə dəstək olacaqsa mən də rozet olmağı istəyirəm. Bu Bubble rozeti kimi. Və bu Pomni rozeti kimi. Və mənim kukla halım. Burada qəşəng şalvarlar və qəşəng rozetlər ala bilərsiniz. Bu da bizim mahnı kasetlərimiz, disklərimiz yəni. Və normal insanlar işlədəcəksə deyə bilən 2-3 dənə belə oyuncaqlar. Tək gerçək sitemiz Digital Circus Store'dur. Bundan başqaları korsandır. Nə qədər absurd görünsəsə təkcə sitemiz budur. Deyəcəklərim bu qədər idi. Sağ ol.